Bərdədə rayon rəhbərinin səyyar qəbul görüşü Kərimbəyli kəndində keçirilibdir. Qərbi Azərbaycan Xəbər Az Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Bərdə rayonunda vətəndaşların narahat edən məsələlərin yerində araşdırılması, mövcud problemlərin aradan qaldırılması məqsədilə mütəmadi olaraq səyyar qəbul görüşlər rayon rəhbəri tərəfindən keçirilir. Qəbul görüşlər rayon icra hakimiyyətinin başçısı, aparatın məsul əməkdaşları, hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Rayon rəhbəri Vidadi Seyiv ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, həmçinin Bərdə rayonunda aparılan tikinti, quruculuq və abadlıq işlərindən əhalinin sosial problemləri həlli istiqamətdə görülən tədbirlərdən ətraflı məlumat vermişdir. Kərimbəyli kənd sakinləri çıxış edərək mövcud problemlərini və təkliflərini diqqətlə çatdırıblar. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub. Digər müraciətlərlə bağlı aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar, göstərişlər verilibdir. Vaqif Məhəmmədoğlu, Qərbi Azərbaycan Xəbər Az, Bərdə.